Çin maşınlarını pisləyənlər ya maşını olmayanlardır, ya da 90-cı illərin maşınlarını sürənlər. Bu artıq dəqiqdir. Belə bir qənaətə gəlmişəm və çoxdandır bunu müşahidə edirəm. Bütün dünya brendləri Çin avtosənayesinin gücünü, imkanlarını etiraf edib, qəbul edir. Bizimkilər isə hər gün Çin maşınlarını alıb verir. Yəni bezmirsiniz. Ay bizim heç avtosənayemiz yoxdur. Avtomobil dünyası üçün heç nə ilə yadda qalmamışıq. Heç qapı ruçkası belə düzəltməmişik. Oturub ancaq güdürük ki, aha, filan Çin maşını harasa dəydi. Görək nə olacaq, görək bu maşın ələ gələcək, ehtiyat hissəsi olacaq. Başqa maşınlar qəza eləmir də. Yəni Mercedes, BMW, Porsche, Toyota əzilmir. Və ən maraqlısı da bilirsiniz nədir? Çin maşınlarını ən çox da bizimkilər sürür. Bütün maşınlar xarab olur. Bütün maşınlar qəza törədir. Yəni bunu edən tək Çin maşını deyil. Bugün artıq bütün özündən deyən markalar Çinə üst tutur. Ferrari'yə kimi. Onlarla işləmək istəyir. Maşın sayəsində heç nə ilə yadda qala bilməyə, o boyda ölkəyə söz soxmayaq. Xahiş edirəm, söz soxmayaq. Heç kimi əlindən tutub məcbur aparıb Çin maşını aldırmıram. Şəxsən əgər məndən söhbət gedirsə. Mənim işim sadəcə göstərməkdir və tərifə layiqdirsə tərifləyirəm.